Prezident İlham Əliyev Ermənistan konstitusiyasının dəyişdirilməsi, dəhliz və anklavların qaytarılması tələblərini davam etdirir. Bu barədə Raparak nəşrinin yaydığı məlumatda bildirilib. Nəşr Qazaxın hazırda işğalda qalan 3 kəndinin geri tələb edilməsini Azərbaycan, Ermənistan, Gürcüstan dövlətlərarası yolunun bir hissəsinə iddia kimi təqdim edib. Halbuki anklavlar tələbi Azərbaycanın haqqıdır. O ayrı məsələ ki, hazırda işğalda qalan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin ərazisindən Ermənistan, Gürcüstan dövlətlərarası yolu keçir və təbii ki, bu yolun bir hissəsi Azərbaycan ərazisidir. Nəşr iddia edib ki, Paşinyan qapalı iclasda İlham Əliyevin Kərkini, eləcə də Tavuşda Azərbaycana məxsus olan 3 kəndi, o cümlədən Ermənistan, Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsini tələb etməsi barədə partiyadaşlarını məlumatlandırıb. Yerkrapa təşkilatının sədri Mülki Müqavilə Partiyasının idarə heyətinin üzvü Sasu Mikailyan qapalı iclasda Paşinyana sual verib. Kərkini başkəndlə əvəzləmə mümkün deyilmi? Aydındır ki, Kərkinin verilməsi ilə Zəngəzur və Dərələyəzin Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək. Paşinyan isə bu sualdan qəzəblənib. Məni cinayətə sövq eləyirsən, mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib, öz imzamla başkəndi Azərbaycanın tərkibinə necə verə bilərəm, deyib.